Salam. Bugün sizinlə Azərbaycan dövlətinin tam özəyinə, onun fəlsəfi və hüquqi təməlinə bir baş vuraq istədik. Salam. Çox vacib bir mövzudur. Əlimizdəki mənbə də çox spesifikdir. Azərbaycan Respublikası Konstitusiyasının 1-ci fəsli xalq hakimiyyəti. Bəli, cəmi 6 maddə, amma bütün dövlət quruluşunun bünövrəsi demək olar. Elədir. Bu fəsil yəni dövlətin kimə məxsus olduğunu, gücün haradan qaynaqlandığını və necə istifadə edilməli olduğunu müəyyən edir. Məqsədimiz də elə, sizinlə birlikdə bu maddələrin dərinliyinə enmək, mənasını açmaqdır. Həqiqətən də, bu ilk fəsil bütün sonraki hüquqi binanın, belə deyək, təməlidir. Sanki bir evin bünövrəsini qoyursan. Düzdür. Əgər təməl möhkəm deyilsə, Bəli, bütün bina təhlükə altında qalır. Bu fəsil hakimiyyətin mənşəyi, xalqın rolu kimi ən vacib suallara cavab verir. Odur ki, gəlin elə 1-ci maddədən başlayaq. Başlayaq. Maddə 1. Hakimiyyətin mənbəyi. İlk cümlə məncə çox kəskin və bir mənalıdır. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Çox güclü bəyanatdır. Bəli. Yəni, bütün hakimiyyət istisnasız xalqdan gəlir. Sanki deyir ki, dövlət özü xalqın iradəsinin məhsuludur. Bu sadəlikdə bir dərinlik var, elə deyilmi? Tamamilə. Bu, müasir demokratik dövlətlərin əksəriyyətinin qəbul etdiyi xalq suverenliyi prinsipinin çox aydın ifadəsidir. Amma konstitusiya bununla kifayətlənmir. Baxın, 2-ci bənddə bu Azərbaycan xalqı anlayışını da aydınlaşdırır. O tərif maraqlıdır. Kimdir bu xalq? Və bu tərif çox önəmlidir. Söhbət konkret bir etnik qrupdan getmir. Tərif belədir. Azərbaycan xalqı Azərbaycan Respublikasının ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir. Görürsünüzmü? Əsas meyar vətəndaşlıqdır. Yəni, etnik, dini, sosial mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan pasportunu daşıyan hər kəs harada yaşamasından asılı olmayaraq bu hakimiyyət mənbəyinin bir hissəsidir. Bu çox inklüziv, yəni vətəndaş cəmiyyəti yanaşmasıdır. Deməli, konstitusiya xalq deyəndə etnik bir toplumu yox, bütün vətəndaşları əhatə edən siyasi bir birliyi nəzərdə tutur. Hakimiyyətin mənbəyi də məhz bu birlikdir. Düzdür. Bu həm də o deməkdir ki, qanun qarşısında bərabər olan hər bir vətəndaş nəzəri olaraq bu gücün daşıyıcısıdır. Bəs yaxşı, əgər hakimiyyətin yeganə mənbəyi bu qədər geniş təyin olunan xalqdırsa, xalq bu hakimiyyəti, bu suverenliyi necə həyata keçirir? Necə ifadə edir iradəsini? Çox yerində sualdır. Yəni, bu güc kağız üzərində qalmasın deyə hansı mexanizmlər var? Maddə 2. Xalqın suverenliyi məhz buna cavab verir, deyəsən. Düz vurguladınız. 2-ci maddə 1-cinin məntiqi davamıdır. Deyir ki, xalqın sərbəst və müstəqil surətdə öz müqəddəratını həll etmək və öz idarə etmə formasını müəyyən etmək suveren hüququ var. Bu, öz taleyini təyin etmə hüququdur. Bəs necə reallaşır? 2-ci bənddə bunun yollarını göstərir. 2 əsas yol var. Birincisi, birbaşa yol, ümumxalq səs verməsi, yəni referendum. Bu, xalqın konkret məsələlərdə birbaşa öz fikrini bildirməsidir. Aydındır. İkincisi isə dolaylı yol, yəni ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səs vermə yolu ilə seçilmiş nümayəndələr vasitəsilə. Bu da bildiyimiz parlament, bələdiyyə, prezident seçkiləri. Yəni həm birbaşa demokratiya elementi, həm də nümayəndəli demokratiya. Bəli, konstitusiya hər ikisini tanıyır və təsbit edir. Deməli, xalqın öz iradəsini ifadə etməsi üçün iki fərqli, amma belə deyək, bir-birini tamamlayan mexanizm var. Bəzən xalq özü birbaşa qərar verir, referendumla, çox vaxt isə öz adından qərar vermək üçün nümayəndələr seçir. Maraqlı balansdır. Həqiqətən, gəlin o birbaşa qərar vermə mexanizminə, referenduma biraz da yaxından baxaq. Maddə 3. Referendumla həll edilən məsələlər. Bu maddə deyir ki, xalq öz hüquqları və mənafeləri ilə bağlı olan hər hansı məsələni referendumla həll edə bilər. Bu, ilk baxışda çox geniş səlahiyyət kimi görünür. Sanki hər şeyi referenduma çıxarmaq olar. Bəli, 1-ci bənd çox geniş səslənir, amma 2-ci bənd dərhal bu genişliyi məhdudlaşdırır. Vurğulayır ki, müəyyən məsələlər yalnız referendumla həll oluna bilər. Yalnız referendumla. Hansılardır onlar?
Bunlar iki çox fundamental, çox həyati məsələdir. Birincisi, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi. İkincisi isə Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişikliyilməsi. Konstitusiya və sərhədlər, bəli. Bu iki məsələnin müstəsna olaraq referenduma aid edilməsi onların dövlət üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Yəni, Konstitusiyanın özünü və ölkənin ərazi bütövlüyünü dəyişdirmək qərarını yalnız və yalnız birbaşa xalq verə bilər. Bu, xalq suverenliyinin ən ali təzahürüdür. Necə deyim? Bu çox məntiqlidir. Əsas oyun qaydalarını və oyun meydançasının sərhədlərini dəyişmək üçün birbaşa xalqın razılığı lazımdır. Amma sizin üçün də maraqlı olacaq, 3-cü bənddə işlər biraz da qəlizləşir. Hə, o məhdudiyyətlər. Bəli. Konstitusiya bəzi məsələlərin referenduma çıxarılmasını qadağan edir. Əgər xalq suverendirsə və hər hansı məsələni həll edə bilərsə, niyə bəzi mövzular onun birbaşa qərarından kənarda saxlanılır? Bu, bir ziddiyyət kimi görünmür. İlk baxışda bəlkə də, amma Konstitusiya mətninin öz məntiqi var əslində. Baxın, 3-cü bəndə görə hansı məsələlər üzrə referendum keçirilə bilməz? Vergilər və dövlət büdcəsi, maliyyə məsələləri. Təyin edilməsi və ya təsdiq edilməsi, qanunvericilik və ya icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi, təsdiqi. Bəs niyə? Niyə məhz bunlar olmaz? Bunun arxasında bir neçə mümkün səbəb dura bilər. Məsələn, vergi və büdcə məsələləri çox texniki, mürəkkəb və daim dəyişən məsələlərdir. Onların operativ idarə edilməsi, iqtisadi vəziyyətə uyğunlaşdırılması vacibdir. Referendum isə, bilirsiniz, çevik bir alət deyil. Hə, uzun prosesdir. Aynən. Amnistiya və əfv etmək kimi məsələlər hüquqi, etik, humanitar mülahizələrlə bağlıdır. Vəzifəli şəxslərin təyinatı isə hakimiyyət bölgüsü prinsipi çərçivəsində adətən parlamentin və ya icra hakimiyyətinin səlahiyyətində olur. Bu məhdudiyyətlər, belə deyək, həm idarə etmənin səmərəliliyini qorumaq, sabitliyi təmin etmək, həm də bəzi hallarda aynı əhval-ruhiyyəyə əsaslanan qərarların, yəni populizmin qarşısını almaq məqsədi daşıya bilər. Maraqlıdır. Onu da qeyd edək ki, bu 3-cü bənd sonradan əlavə olunub deyəsən. Düzdür. Bu 3-cü bənd Konstitusiyaya 2002-ci ildə əlavə olunub, yəni ilkin versiyada yox idi. Anladım. Deməli, Konstitusiya bir tərəfdən xalqın ali suverenliyini təsbit edir, digər tərəfdən isə dövlət idarəçiliyinin praktik ehtiyaclarını və hakimiyyət bölgüsünü nəzərə alaraq birbaşa demokratiyanın tətbiqinə müəyyən hüdudlar qoyur. İndi gələk nümayəndəli demokratiya məsələsinə. Buyurun. Əgər xalq hakimiyyətini daha çox seçilmiş nümayəndələr vasitəsilə həyata keçirirsə, kimin xalqı təmsil etmək hüququ var? Yəni, istənilən şəxs və ya qrup durub deyə bilərmi ki, mən xalqı təmsil edirəm? Maddə 4. Xalqı təmsil etmək hüququ. Bu məsələyə nöqtə qoyur deyəsən. Bəli, çox qəti şəkildə qoyur. 4-cü maddə çox lakonik və birmənalıdır, oxuyuram. Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. Vəssalam. Çox aydın. Bu ikinci maddədə qeyd olunan nümayəndəli demokratiya prinsipini, necə deyim, betonlaşdırır. Yəni, legitim təmsilçiliyin yeganə mənbəyi seçkidir, xalq öz iradəsini seçki qutusuna atdığı səslə ifadə edir. Və yalnız bu səslərlə səlahiyyət qazanmış şəxslər, deputatlar, prezident, bələdiyyə üzvləri qanuni olaraq xalqı təmsil edə bilər. Yəni, özbaşınalığın qarşısını alır. Tamamilə. Bu maddə siyasi sistemdə qeyri-müəyyənliyin, özbaşına təmsilçilik iddialarının qarşısını alır və təmsilçiliyin qaynağını çox aydın şəkildə müəyyənləşdirir. Bu çox vacib bir nöqtədir. Deməli, Konstitusiyaya görə xalqın adından danışmaq iddiasında olmaq üçün mütləq xalqın səsini qazanmaq lazımdır. İstər nə qədər populyar, nə qədər böyük bir qrup olsun, seçkin mandatı olmadan xalqı təmsil etmək hüququ yoxdur. Bu, legitimlik üçün çox aydın bir meyar qoyur. Əlbəttə. Bəs yaxşı, bu hakimiyyətin mənbəyi olan, özünü birbaşa və ya dolaylı yolla idarə edən xalq özü necə təsəvvür edilir? Onun daxili mahiyyəti nədir? Maddə 5. Xalqın vahidliyi bu suala cavab verir. 5-ci maddə də qısa amma çox mənalıdır. 1-ci bənddə deyilir, Azərbaycan xalqı vahiddir. Vahiddir. 2-ci bənd isə bu vahidliyin nəticəsini və əhəmiyyətini vurğulayır. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil eləyir.
Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir. Bu nə deməkdir, yəni vahidlik? Bu maddə bir neçə vacib mesajı eyni anda verir. Birincisi, Azərbaycan dövlətinin unitar, yəni vahid, federativ olmayan xarakterini təsdiqləyir. İkincisi, birinci maddədəki o vətəndaşlığa əsaslanan Azərbaycan xalqı anlayışına qayıdır və bu xalqın bütün daxili müxtəlifliklərinə etnik, dini, sosial baxmayaraq vahid bir siyasi orqanizm olduğunu bəyan edir. Siyasi birlik kimi. Bəli. Konstitusiyaya görə dövlətin gücü və möhkəmliyi məhz bu vəhdətdən qaynaqlanır. Bölünməz vətən ifadəsi isə yenə dövlətin ərazi bütövlüyü prinsipinə birbaşa işarədir. Yəni, 5-ci maddə əslində 1-ci maddədə tərifi verilən Vətəndaşlar Birliyinin Azərbaycan xalqının ayrılmaz vahid bir bütün olduğunu və məhz bu bütövlüyün dövlətin özülünü təşkil etdiyini elan edir. Bu həm milli birlik, həm də ərazi bütövlüyünün konstitusiyonun təsbitidir. Çox güclü təməl daşıdır. Düzdür. İndi gəldik bu fəslin sonuncu 6-cı maddəsinə. Əgər hakimiyyət bu qədər aydın şəkildə xalqa məxsusdursa, onun vahidliyi bu qədər önəmlidirsə, bəs bu hakimiyyəti qorumaq mexanizmi necədir? Maddə 6. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi. Bu maddə deyəsən bütün əvvəlkilərin məntiqi yekunu və təminatıdır. Tamamilə doğrudur. 6-cı maddənin 1-ci bəndi çox aydındır. Azərbaycan xalqının heç bir hissəsi, heç bir sosial qrup və ya təşkilat, heç bir fərd hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Bu, əvvəlki maddələrdən, xüsusən hakimiyyətin mənbəyinin yalnız xalq olmasından və təmsilçiliyin seçki ilə olmasından, bəli, onlardan irəli gələn bir nəticədir. Ancaq ikinci bənd bu qadağanı çox kəskin bir şəkildə vurğulayır və onun pozulmasının nəticəsini müəyyən edir. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir. Xalqa qarşı ən ağır cinayət. Bu ifadə çox sarsıdıcıdır. Adi bir cinayət yox, xüsusi olaraq xalqa qarşı törədilən və ən ağır kateqoriyasına aid edilən bir əməldən söhbət gedir. Bu nə deməkdir? Hakimiyyəti mənimsəmək dedikdə nə nəzərdə tutulur? Bu ifadənin hüquqi və siyasi çəkisi çox böyükdür əlbəttə. Mənimsəmə dedikdə, hakimiyyətin konstitusiyada nəzərdə tutulmuş yollarla, yəni referendum, seçkilər deyil, qeyri-qanuni, zoraki və ya hər hansı başqa konstitusiyaya zidd üsulla ələ keçirilməsi başa düşülür. Yəni, dövlət çevrilişi kimi hallar. Bəli, dövlət çevrilişi cəhdləri, hakimiyyətin zorla dəyişdirilməsi kimi hallar bura daxildir. Bu əməlin xalqa qarşı ən ağır cinayət kimi təsnif edilməsi onu adi cinayətlərdən fərqləndirir və birbaşa 1-ci maddəyə hakimiyyətin yeganə mənbəyinin xalq olmasına istinad edir. Yəni, hakimiyyəti qəsb etmək, əslində hakimiyyətin əsl sahibi olan xalqa qarşı törədilmiş ən böyük cinayət sayılır. Bu, konstitusiyanın özünü və onun əsasını təşkil edən xalq suverenliyi prinsipini qorumaq üçün ən yüksək səviyyəli hüquqi və siyasi təminatdır. Deməli, 6-cı maddə bir növ konstitusiyanın özünün toxunulmazlıq qalxanıdır. O, bəyan edir ki, xalqın hakimiyyətini heç kim ondan oğurlaya bilməz və buna cəhd edən ən ağır şəkildə cəzalandırılmalıdır. Ən azı konstitusiyon nəzəriyyə baxımından. Aynən elə. Beləliklə, bu 6 maddəni nəzərdən keçirdikdən sonra, Azərbaycan Konstitusiyasının bu ilk xalq hakimiyyəti fəslinin bizə verdiyi əsas mesajları ümumiləşdirsək, mənzərə belə alınır deyəsən. Buyurun, ümumiləşdirək. Birincisi, Azərbaycanda bütün hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır, yəni bütün vətəndaşlar. İkincisi, xalq öz suverenliyini ya birbaşa referendumla, ya da seçdiyi nümayəndələr vasitəsilə həyata keçirir. Düzdür. Üçüncüsü, ən fundamental məsələlər, konstitusiya və sərhədlər yalnız referendumla dəyişdirilə bilər, amma bəzi praktik məsələlər referendum mövzusu ola bilməz. Bəli. Dördüncüsü, xalqı təmsil etmək hüququ yalnız seçki ilə qazanılır. Beşincisi, Azərbaycan xalqı vahiddir və bu vəhdət dövlətin təməlidir. Və nəhayət altıncısı, hakimiyyəti mənimsəmək qəti qadağandır və ən ağır cinayətdir. Xalq suverenliyi, birbaşa və nümayəndəli demokratiyanın vəhdəti, təmsilçiliyin legitim mənbəyi kimi seçkilər, vətəndaş birliyi və dövlətin unitarlığı və nihayət hakimiyyətin qəsb edilməsinə qarşı sərt təminat, bütün bunlar birlikdə Azərbaycanın konstitusiyon quruluşunun, belə deyək, nəzəri çərçivəsini yaradır. Sanki bir manifest kimi səslənir. Elədir.
Bu fəsil dövlətin vətəndaşla münasibətinin əsaslarını, hakimiyyətin kimə aid olduğunu və onun hüdudlarını cızır. Bütün sonraki fəsillər, qanunlar, institutlar məhz bu təməl üzərində qurulmalı və bu prinsiplərə cavab verməlidir, nəzəriyyədə. Bu prinsipləri Konstitusiyanın öz mətnindən oxuyub anlamaq məncə çox vacibdir. Və bu mənbələri sizinlə birlikdə araşdırdıqdan sonra ağlınızda bir fikir toxumu əkmək istərdik, əziz dinləyicilər. Konstitusiyada bu qədər aydın və güclü şəkildə təsbit olunmuş xalq hakimiyyəti prinsiplərinin, yəni hakimiyyətin mənbəyinin siz vətəndaşlar olması, sizin suverenliyiniz, təmsilçilərinizi seçmək hüququnuz kimi təminatların. Bu çox vacib sualdır. Gündəlik həyatda seçkilər və nadir referendumlar kimi formal aktlardan kənarda daha canlı və davamlı şəkildə işləməsi üçün hansı praktik mexanizmlər mövcuddur və ya olmalıdır? Başqa sözlə, bu konstitusiya nəzəriyyəsi praktikada necə daha dolğun təcəssüm tapa bilər? Bu, həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır.